Salam kanalımın gözəl xanımları, necəsiz, neyinirsiniz? İnşallah ki, yaxşı olarsınız. Günü başladım, bir dənə də vloga başladım sizin üçün. Qısa bu gün dırnağa gedəsiyəm. Hazırlaşıb çıxırdım, istədim sizə bu tuju göstərim. Elə çəkəndə ağlıma gəldi, dedim bir sizdən də məsləhət alım. Qısaca bilirsiniz də bunu bir çox vlogerlər tərifləyirdi. Bir dənə də mən götürdüm. Düzü gərək bu qarışıq qısa kirpiklər üçün deyil. Çox yəqin ki, ayrı-ayrı uzun kirpiklər üçündür. Çünkü topaqlanır, bir-birinə yapışdırır, belə heç yaxşı deyil. Sizdən bir məsləhət istəyirəm. Qısa, qarışıq kirpiklər üçün hansı tür məsləhət görürsünüz? Əvvəl bundan istifadə edirdim. Bu çox gözəl idi. Trendyoldan almışdım deyəsən. Sonra buradan aldıq şəhərdən. Nəsə əvvəlki kimi çıxmadı bu. Gedirəm dırnaqlarımı dəyişmək. Neçənci səfərdir düzəltdirirəm dırnaq. Məncə ən sevmədiyim dırnaq bunlar oldu. Hiç səliqəli hazırlamamışdı xanım bunların üstündəki. Belə sanki dalğalı düz deyil. Soyulmalar var, kənarlarından daşıb iləri qoyub. Gedək dəyişdirək. Görək bu səfər necə olur. Hava da qəşəng yaxşıdır, istidir. Dırnaqlar hazırdır. Düzdür, başqa forma ilə getmişdim. Amma ki, dedik dırnaqların qısadır, o yaxşı görünməyəcək. Kalibin önündə durmuşam yenə. Vitrini dəyişdiriblər. Çox gözəl rəngləri var. Çiçəklərin gözəlliyinə baxın. Dedim gəlmişkən sizə də çəkim. Hətta qiymətinə də baxın. Yenə bankomat növbəsi gözləyirəm. Pul çıxardacağım. Bu arada biraz da çəkiliş elədim. Gəldim kredit ödəməyə. Krediti ödədim. Gedək, bu ayda borcumuz bağlandı. Heç getmədiyim yerləri gedib kəşf etməyi sevirəm. Buralarda, bu ərazidə kredit ödədiyim yerdə 100 var idi. Gəldim bura, yenə fincanlar məni özünə cəzb edir. Bu rənglər vəbşi, bu sakit tonlar, axır vaxtlar ən sevdiyim tonlar olub. Görürsünüz necə sakit, belə nervləri sakitləşdirici, adama pozitiv enerji verən rənglərdir. Bilirlər də nə satmaq lazımdır. Bunların rəngi də çox gözəldir. Gəlmişkən biraz sizin üçün də çəkdim. Həmişə də belə fikir versiniz, belə fincanlar alıram. Ağzı biraz daha dar olan fincanlar. Fikir vermişəm, evdəki fincanlarımın da hamısı belədir. Burada da səbətlər var idi, qapılar var idi. Gözümə nə xoş gəldi, onları çəkdim. Bu mərmər desənləri üçün də ümumiyyətlə ürəyim gedir. Gəlmişkən sizə də çəkdim. Belə makyaj çantaları var idi, amma qışa yaxşı olar bunlar. Qiymətləri də var burada. Baxın 9 manat nə qədər idisə. Çox gözəl orqanayzerlər var. Gözəldir nəyə görə? Qızılı rəngli deyə. Diş fırçası qabı nə gözəl mirvari görünüşü var. Daşlandı. Məcmai. Məcmai nədir qızlar? Mən bilmirəm axı məcmai nədir. Amma çox gözəldilər. Ürəyim gedir belə şeylər üçün. Hələ bir də tünd rəngdirsə. Gözəl sabun qabları var. Axır vaxtlar bunlardan xoşum gəlir. Belə daş görünüşlü olanlardan. Baku Electronics'dən çıxdım. Gəldim bu Azadlığın yuxarı tərəfinə. Dedim buralarda kəşf edeyim. Xoşlayıram mən bilmədiyim yerlər olanda. Belə gələm, gəzəm, baxam, görəm orada nə var, burada nə var. Belə yeriyəndə də müxtəlif küçələrlə yeriməyə xoşlayıram. Bir getdiyim yolu ikinci səfər getməyə xoşlamıram. Həmişə baxıram ki, görüm başqa hansı tərəfdən yol var, ora başqa hansı yolla gedə bilərəm. El adam var deyir, mən bir yolla getdimsə onunla da qayıtmalıyam. Mən də elə deyil, həmişə baxıram ki, görüm fərqli nəsə yollar varmı? Bir də ki, getdiyim yollar heç vaxt yadımdan çıxmır.
Hava küləkli olsa da dedim yenə piyada gəlim, yürüyüş olsun mənim üçün də. Nə qədər küləkli olsa da yaz havasıdır. Gəldim evə, biraz dincəldim. İstər-istəməz adam yeriyəndən sonra yorulur. 2 yumurta, 4 xörək qaşığı pesok, yarım stəkandan az yağ, 1 stəkan süd, hardasa 1 stəkan yarım da un, 1 vanil, 1 qabartma qarışdırdım. Uşaqlar üçün waffle hazırladım. Waffle hazırladım. Meyvəli olur. Restoranlarda 8-9 manata aldıqlarımızdan çox gözəl idi qızlar. Yəni dadı da super idi. Tocunu oradakı kimi dadıyırdı. Hazırladım. Evdə də hamı bəhbəhlə yedi. Bu mənim son şirniyyatlarımdır diyetaya girmədən öncə. Bu aralar istəyirəm yay gəlməmiş əvvəlki kilolarıma qayıdım. Əvvəl emrazmer geyinirdim, indi yavaş-yavaş elə doğru gedirəm. Bu qışdakı vapşı tamam buraxdım, çörək yeməyi zadı da başını buraxmışdım, hər şeyi çörəklə yeyirdim. İnşallah daha başlamışam çörəksiz diyetaya. Bu da dediyim kimi son şirniyyatlarım idi. Hazırladım, qəşəng də oldu. Üzərinə də şokolad, karamel, çiyələk dolğusu əlavə elədim. Dediyim kimi çox da ləzzətli idi. O birisi gündən keçdik diyetaya. Qızlar 4 qaşıq yulaf bişirdim, yarım banan, 1 çay qaşığı da üstünə bal əlavə elədim. Amma ki axıra qədər yeyə bilmədim. Amma necə idi? Doyuzdurucuydu mu? Bəli, çox doyuzdurucuydu. Qızlar, ömrümdə birinci səfərdir ki, diyeta saxlamaq istəyirəm. Çünki normalda mənim hardasa maksimum kilom 60 olmalıdır. İndi 63 kiloqramam və arıqlamaq lazımdır. ChatGPT sağ olsun belə bir diyeta çıxartdı mənim üçün. 3 qaşıq yulaf bişirdim. İçərisinə yarım banandan biraz artıq çox banan qatdım. 1 qaşıq da ki balsız chips dadıyırdı. Amma ki getib getmir, yeyə bilmirəm, öyürəm, bilmirəm necə olacaq. Siz nə edirsiniz qızlar? Siz də yaz gələndə çox yəqin ki hamıda bu problem olur da. Qışda qalın paltarlar geyinirik, hiss eləmirik. Elə ki nazik paltarlara keçirik, baxırıq ki artıqlarımız var, veriləsidir. Önə də tərəz aldırmışam və nəhayət ki o çəkilər artıq çəkilər gözümə girməyə başladı. Aldırdığımıza görə artıq tam olaraq diyetaya başlaya bilərik. İndiyə qədər ehtiyac yox idi deyə tərəzi aldırmamışdım, amma artıq ehtiyac var. Gördüyünüz kimi 63 kiloqram. 1 stəkan çay içən kimi 63 olur. İnşallah görək birlikdə yenə bir həftə keçsin, yenə ölçərik. Görüm bu ay ən azından bir 20 gün belə möhkəm diyeta saxlamaq istəyirəm. Ən azından M ölçümə düşümdə. Əvvəllər məndə M idi geyindiklərim. İndi isə baxıram elə doğru gedir. M alıram, dar olur, L alıram, gen olur. Nəsə bir ortada qalmışam. Bunu düzəltmək lazımdır. Həm də ki insanda çəki artıq olanda özünü biraz da ağır hiss edir. Ona görə vacibdir. Başlayırıq diyetaya. Yağış bizi gördü. Elə bir nətər yağmağa başladı. Nə pis qoyun ilanı. Mal iyisi yox. Malın iyisi yenə biraz mal iyisidir bu. Sırf qoyunun öz iyisidir. Qoyun iyisi daha pis olur. Nəinki mal iyisi. Satdıq bir şey qalmadı. Poliklinikada işimiz var idi. Getdik oğlumla onu həll elədik. Gəldik şalvarı qışlıq idi. Ona bir dənə şalvar almaq istəyirdik. Elə Sentraldə yerləşən ekstra birində gəldik. Deyirəm oğlanlarla alış-veriş eləməyə nə var? 2 dənə şey götürdü. Rəngini seçdi sadəcə. Girdi, ikisindən birini bəyəndi, seçdi. 5 dəqiqə heç çəkmədi, geyindi, bəyəndi və çıxdıq, gedirik evə. Heyf deyil oğlanlarla alış-veriş eləmək, amma biz qadınlar deyirik ki, görək bəlkə başqa yerdə daha yaxşısı var, bir gəzək, görək. Bəlkə o birisi mağaza daha yaxşıdır. Bir sözlə sevirik alış-verişdə olmağı, alış-veriş eləməyi. Bir dənə şalvar aldıq. Belə açıq rəng aldı elə. Yazdı daha, qış deyil deyə belə açıq bir şey. Bir dənə şalvar götürdük, tez çıxdıq. Oğlanlarla nəsə almağa nə var ki, 2 dənəsini geyindi, birini seçdi və çıxdıq. Gəldik evə, getdik həkimə getmişdik. Necə getmişdik? Sadəcə kağız almaq üçün. Getdik, aldıq, gəldik saat 11 üçün. Bir dənə meyvə haqqım var idi. Onu bananla yana kullandım. Bir dənə banan yedim. Gəldim, gələn kimi üzümü yuydum, təmizlədim. Deyirəm bir dənə bu həmişə hazırlayırdıq. O skrapdan hazırlayaq, o pillingdən hazırlayaq birlikdə. Üzümü neçə vaxtdır, bəlkə də bir ayda axırıncı səfər sizlə hazırlamışdım.
Ondan hazırlayım, üzümüzü təmizləyək, arxasınca da maska qoyum. Bu da buradadır. İş görəndə burada vloqa baxıram, ona görə bunun yeri buradır. Günortaya da yeməyim var, kotlet var. Gətirim bir dənə maskanı hazırlayım, özümüzə qoyaq birlikdə. Siz də mənlə birlikdə hazırlayarsınız, bilirəm. Biz xanımlar hamıya baxırıq, amma özümüzə vaxt ayırmırıq. Ona görə birənti bunu da həll eləyək. Bizə lazımdır duz, pesok, bir də ki yağ. Bu qədər bəsit bir skrap hazırlayacağıq. Üzdəki ölü dərini təmizləyir, gözenəkləri açır, qara nöqtələri təmizləyir. Eyni zamanda üzü içərisi deyir olduğuna görə masaj edir, üzdəki qan dövranı yaxşılaşır. Bir sözlə qızlar, evdə rahat hər kəsin əlinin altında olan ərzaqlardır. Duz da mütləq narın süfrə duzu olmalıdır. Bunlar bilirsiniz, biraz dənə-dənə olur, deyir olur. Onlar daha yaxşıdır. Üz qan dövranının yaxşılaşdırılması üçün, eyni zamanda üzdəki gözenəkləri açmaq üçün mütləq narın duzu olmalıdır. Həftədə bir dəfə 10 gündən bir təkrarlamaq lazımdır. Üzdəki ölü dəriləri ən azından götürsün. Bir dənə tort sifarişi gəldi. Bizdə bu azadlıqdakı tort ləvazimatları niyəsə bağlanmalı idi. Bir həftəlik yazmışlar ki, bağlanırıq. Statusa baxdım, dedik yazıblar ki, bugün işləyirik, sabahdan mağaza bağlıdır. Geyindim əynimi tez, dedim gedim götürüm. Orada taclar ucuz olur, taclı tort idi. Gedim götürüm. Tacı da orada, müştəriyə də çox şey olmasın da, yük düşməsin. Getmişəm, baxıram ki, mağaza bağlıdır. Azadlığa getdim, baxıram ki, mağaza bağlıdır. Girib yenidən statusa baxıram ki, dünənki statuslu, sadəcə vaxtına baxmamışam. Nəysə, piyada yürüyüş oldu mənim üçün, piyada qaydıram Pasyokya, gedim orada baxım, görüm orada neçədir taclar. Gəldim, burada da belə taclar var. 8 manata dedi verərəm, 10 manata deyirdi. Bir də ki, belə 4 manata kalçuk taclar var. Müştəriyə növ olaraq atdım ki, istəsə. Çiyələklər nə gözəl iylənir. Özüm diyetadayamsa, amma da diyetada olmalıdır. Gedim spanaq götürüm. Spanaq pişirəm bugün. Əslində greçka pişirmək istəyirdim. Üstlüyünü də pişirmişəm. Sadəcə uşaqlar yemir. Yəqin ki, sarımsaq qatıqlı şeyi sevərlər. Göyərtini, ispanağı. Qiymətlərdə çəkim. Pomidorun ən gözü 4 manatdır. Xiyar 2 manat. Çeri pomidor 12 manat. Axşam bazarıdır. Bugün mallar qutarıb, yaxşı mallar qalmayır. Pasyokadan tac götürdüm bir dənə. Fikir verdim, qaşı düşmüş olmasın. Digər videoda baxdım, qaşı düşmüşdü. Bir dənə bunu götürdüm, dəmirdi. Kalçuku da var, toçunu bunların, amma biz dəmirini götürdük. Bir dənə qaymaq götürdüm. Son zamanlar bu qaymaqdan xoşum gəlir. Banan götürdüm tortun arası üçün. Bir də ki, spanaq götürdüm axşam yeməyi üçün. Bilmirəm nə yaxşı, uşaqlar bunu sevirlər. Yenə soyuq bir gündür. Qalın geyimlərimizi geyinmişik. Bu yaz bir dəfəlik gəlsə yaxşı olardı da. Gülləri də qoydum pəncərənin önünə. Bunu da gətirdim, bura qoydum. Birazca arxalarda qalan kimi başlayır yarpaqları saralmağa. Heç günəşsiz dözə bilmir də. Ona görə qoydum bura. Bunlar da qırılanlarıdır. Vaqif də deyir, amma güllərin ayağı var deyir. Bu nədir? Gülün ayaqları var. Töküb belə yenə sarı-sarı. Qızlar, vlogu montaj elədim. Neçə gündür elə bir maraqlı bir şey olmur deyə maraqlı vlogda çəkməmişəm. Düzdür, az oldu biraz, amma olsun. Dedim, yenə də montaj eləyim. Dünən də qoymamışdım. Hələlik bunu hazırlayayım, qoyum. İnşallah görüm bu soyuqlar keçsə, əllərim, ayaqlarım buz kimi olur da. Hava da soyuq oldu, mən hərəkət eləyə bilmirəm. Soyuqlar keçsə, sabahdan inşallah görək hava isti göstərir. Başlayaram yeni vloglar çəkməyə, maraqlı vloglar çəkməyə. Bugünlük bu qədər olsun. Videonu bəyəndinizsə, bəyənib rəy yazmağı unutmayın. Abunə olmadan izləyən xanımlar var. Abunə olsa sevinərəm. Hələlik sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun.